İş lazımdır tapmaq. İşsiz qalmır. Ha, işləmək lazımdır ya. Hayır, çox işləmək lazımdır. Polis də bir də sertifikat verdi. 500 manat da bonus. Mafiyalar tutduğumuza görə. Hə, o da bir illikdir də. Bir ilin içində biz indi iş tapmalıyıq. İcra hakimiyyəti də biz onları tanış elədikdə özümüzü keçən dəfə mafiyalar. İcra hakimiyyəti. Da icra hakimiyyəti dəli kimi işləyirlər də. Nəyə lazımdır bizə dəli kimi həftənin 7 günü 24 saat işləmək? Bir dənə zəng gözlə. Aa, zəng gəldi. Alo. Alo. Salam. Siz Resul Haylov başımabayız lisefet minimsin. Bəli. Sizi iş marafandırır. Görəm ki sizin burada iş marafandırır. Bəli. Hə. İşdi. Nə işdir? Aha. Elə bil ki ne işti? Məhkəmə reisi. Ha, məhkəmədeyiz. Şeydir. Bir dəqiqə gözləyin. Reis, məhkəmədə reis olmaq maraqlandırır. Aa, efendim nə oldu olsun. Hə, nə? Maaş neçədir? Aylık maaş. Aylık maaş şimdi size diyeceğim 2500. Bəli. 2500. 2500. Hə, razıyıq. Şeydir, Altı Bazar evdə şeydir. Altı Bazar vxadnoy olur. Bazar günü vxadnoy olur. Razısan? Mən razıyam. Ha, fərqi yoxdur. Bəli, razıyıq. Nə vaxt gəlsək rahat olar. Bu gün amma alınmır. Sabah saat 7'den evvel gel yani. 7'den sonra gelin. Sabah hələ bu vaxt gəlsək yaxşı olar. Sabah Əla deyir. 7-yə kimi vaxtımız var. Hə. Gedək son işsiz vaxtlarımızı dadımız qaydaq. Soyuq ya bax. Çox soyuq. Hadi. Şeydi prova. Ben neyim şey yazmak istesem. Az muhterem hiç mütefahmedim biraz her şeyi. Demeli bir sene işte demeli yasa her şey tezim var. Başlandı ne ol babşin ne haber ol. Demeli ne mahvidiş ne bileyim ne sadım şamanın. Demeli cahilden kim bundan da bakıyorum ki komandımcı öldü beri 70 yaşında bir de boşma öldürdüler. Tezi şey yazılmıştı. Diyorum ki işte öyle. Mafyanda saflar için de mafyada mafya bahan yoksa hiç. Eğer mafya geçtim adıma yani hiç mi şeye bakmalı bir an dokumentsiz aslında işte bu. Kal papa ve tahtın başıma indi 2005 işte taram. Tapabın bilen böyle fiziki hazırlıklı olan bir sen de gerinde marif varsan bile mafya işlerine razısan ay 10.000 dediğim sana. Ha Allah. Esnada indiden yani iş hala indiden gel ahranetiler yan tıkandı. İş bisenç mödür bana onları. Komandinle ahranan bisenç mödürüp Paşa Babayev Resul Haylov'du. Tabi şayet de biraz sen gelsen yaşıyorlar. Naruto mu bu mafya ailesi saklayacağım. Çeyreği yönde kovadık hikayelere. Del mariflan bakalım sana. Sadece sağ.
Bu da ailesinsiz, süper. O, işte da ne var ne var. Sistem regelt ve müsemman. Ven. Mustafa, tezkir Mustafa. Paşa onlar mən çox şübhəli gəlir. Özdə gördün? Niye içeri girdiler ki? Komandir çox mafiyaya oxşayır. Mən inanmıram ki bu işlə bağlıdır. Biz bunları ki izləyirik, orada getdirir, gedib qulaq asaq görün nə deyirlər. Şey ben şimdi. Mustafa, Hüsa olmayan insanın evde baktığımız azdı. Hüsa tabancan, o çıkmama varsa bizim şimdi. Resulullah Paşa, o bizi komandiri ve mandosunu yapamadı. Laf yalar. Ha, Hüsa biz bunu özmeli, plan hamsın sende. Görürüzler. İşte bizi öldürmək istəyirlər. Ne projenin ortalar mel bu başça bana çözüm dedi dürsel. Her sözümüzü ilsem ve izahil edildi dersiniz eşiyorlar. Demeliyim. Biz... İş məsələsi gedir. Bizi öldürmək istəyirlər onlar. Biz demişdilər ki, güya ki işe gedəcəkdi, nə oldu? Paşa, orada tüfəng var, gedəm onu götürək. Orada. Tüfəng deyil, balası taban. Tabancalar, hə, gedək götürək. Vaxtımız azdı, elə bil ki, biz işin dancı gəlmişdi. 7'ye de az qaldı. Biz nə vaxt işin... Ağırlısı, indit yere bir gıdayı parka. Parka gedəydi. Hə, gəl gedə bir yerdə, gəl bir yerdə. Biz çıxırıq siz de gelin. Müstahördü. Ama on prusodu ki, resmen paşa özüzdü. Könne kap komandiyo şeydi sevneddi.